Salam dostlar, mən Əli. Bugün BİM NG Drive'dan bildiğiniz üzere keçən videoda, yəni keçən bölümdə qırmızı Niva vs mavi pick-up'da vs attırmışdım və mavi pick-up krallığı almışdı. İndi isə bu dəfədə qırmızı Niva'nın dostunu bilənlər, yəni ki mavi Niva ilə mavi pick-up'ı döyüşdürəcəm. İndi başlayıq. Play. Bu dəfə dostlar, ən grid girmədiyim gridlərə girirəm. Məsəl üçün grid 5'ə girməmişəm. Select. Burada mən 07'ni seçmişdim. Dünən biraz 07 ilə oynamışam. Burada Niva mavi rəngini seçirəm. Drive deyirəm. Dostlar, gəldi mavi Niva'mız. Motor sönükdür. İndi buradan da mavi pick-up getirirəm. Dostlar, indi pick-up'la Niva'nın rəngi eyni olacaq deyənə pick-up'ın rəngini tünd göy etdim. Gördüğünüz kimi Niva'nınkini də tünd eləyə bilərdim, amma Niva'nınkini eləmədim. İndi isə maşını vurmadan gətirməyə çalışıram. Dostlar, sizdə kim udacaq? Yorumlara yaz. Az qala vururum maşını. Bəli dostlar, bu iki maşın bir yerdə güləşəcəklər. Gördüyünüz kimi Niva və pick-up, Niva pick-up, Niva pick-up. İndi ən birinci pick-up'ı testə salıram. Qatar testinə. Əlbəttə ki, ən sevdiyim test qatar testi. Dostlar, bura qoydum. İkisinə də qatar test eləyəcəm. Baxaq görək hansı dayanıqlıdır. Qırmızı Niva buradan birazcık sağ çıxmağı bacarmışdı, amma mavi pick-up'dır. O dostlar, mavi pick-up'ı vurdu ama mavi pick-up öldü. Dostlar. İndi ay səni getdi. Mavi Niva getdi. Bir dəqiqə. Adı əslində yox. Dostlar, gətirdim mavi Niva'nı. İndi qatar ilə VS-ni attırıram. Baxaq görək. Mavi Niva mı olacaq? Göy pick-up mı? Məncə dostlar, mavi Niva. Çünki elə fikirləşirəm. Bu da uduzdu. Axı bərabərə qaldılar indi. Yaxşı. Belə də eləyərik. Dostlar, ikisi də bərabərə qaldığı üçün tünd göy pick-up'ı yenidən gətirərəm. Çünki neyək? Olmadı. Buradan F50 as new. İkisinə də test eləyirəm. Dostlar, bu dəfə buradan çıxartmağa əlləşəcəm. Bu borudan atacağım onları. Gördüğünüz gibi ən birinci mavi pick-up'dan başlayıram. Amma mavi pick-up'a yeni düşmən gəlir deyəsən. Əgər 2000 DP, yəni XP toplaya bilsəm, gəlir. Yuxarıda da gördüyünüz gibi Cybertruck Tesla. Məncə dostlar, mavi pick-up birazcık pis olacaq. Buradan bir tərəfdən mavi pick-up'ın yoxuş çıxmağını da test elədim. Və mavi pick-up heç çətinlik çəkmədən udmağı bacardı. İndi borudan atıram. Boru deyərkən yəni buradan belə buraxıram. Boru indi yeri biraz çətin olacaq. İşte burada borudur. Dostlar, buradan qaza basmayacağım. Yoxuş aşağı getməlidir. Buradan mən qaza basmıram. Buradan özü gedir. Mən sadəcə sağ-sol eləyəcəm. Gördüyünüz kimi, baxın, o qırmızı tormuzdur, dala vermə. Yaşıl qazdır. Bu clutch bilmirəm, mavi rəng. Amma birdən buradan qaza basım. Düşdü. Ay! Nəsə mən Niva ilə belə eləyəcəm. Niva'nı da salacağım onda. Bərabər olmalıdır. Dostlar, mavi pick-up motoru getdi. İndi dəyişdirək. Mavi Niva'mızla. Ne olur qatar gəlməsin. Ayda qatar gəlir. Neyse. Artıq keçmək imkansızdır. Gəlsin görüm. İndi çıxa bilərik.
Aha dostlar. Dostlar Niva çıxır deyəsən. Onsa hamısı çıxır. Bir dəqiqə. Ay Niva belə qaldı. 473 XP topladım indidən. 300 idi. Yoxsa 400 idi. 400 idi. Dostlar Niva'nın ay sənin nə işə çıxdı? Pəh, işıq çıxdı. Fire. Altdan da göy pick-up var gördüyünüz kimi. Mavi Niva udsa var. Mavi Nivanı seçənlər köfə düşəcək. Amma göy pick-up seçənlər əgər mavi Niva udsa, göy pick-up seçənlər çox pis olacaq. Dostlar mən hardan atdım bunu? Hə, hələ çıxıram. Dostlar hələ çıxıram. Çıxartmağa əlləşirəm. Aha dostlar buradan atmışdım. Baxın buradan attım. Bilirəm yerini. İndi mən bunu necə atacağım? Bu biraz balaca maşında deyənə çıxa bilməyəcək. Pick-updan balacadır. İndi son dərəcə güclə atacağım. Atabilsəm. Attım. Son anda attım. Ayda axı burada ilişdi. Nəsə. Dostlar. Mavi Niva pick-updan betər ola ölmədi. Yəni ki dostlar, deyəsəm mavi Niva uddu. Heyrət içərisindəyəm. Qırmızı Niva'yı uduzan maşın, qırmızı Niva'nı udan maşını uddu. Belə bir möcüzə görmədim mən hələ. Uddu dostlar. Amma ikisi də bir-birindən betər oldu. Bir dəqiqə, göy pick-up işləyir. İşləmir. Motoru yanmalıdır axı. Yanır. Yetmir dostlar, gördüyünüz kimi. Nə qədər qaza basıram. Gördüyünüz kimi yaşıl dolur. Amma nəyə basıramsa basım. Heç biri işləmir. Və bugünün qazananı Mavi Niva. Bəli. Deməli, Mavi Niva'ya rəqib olacaq maşın Tesla'dır. Dostlar, mən öz qərarımı deyirəm. Tesla'ya bu uduzacaq. %0 yaşaması. Tesla'nı udma ehtimalı bunun %0. Tesla bunu darmadağın edəcək. Gördüyünüz kimi dostlar, Niva uddu. Bəli. Dostlar, bu Niva nətədir? 4x4 yazıb. 4x4 görə bilmirəm. Offroad yazıb. 4x4 offroad dostlar. Və dostlar, gördüyünüz kimi Mavi Niva bugününün qazananı oldu. Amma ki Mavi Niva çempionatlıqlarda yoxdur. Çünki uduzub. Göy pick-up'ı uduzdurduğu üçün göy pick-up. Mən sadəcə bunu test eləmək istəyirdim. Yəni ki, burada çempionatlıq yox idi. Bu sadəcə bir test idi. Yəni ki, maalesef bu sadəcə bir test idi. Çünki əslində göy pick-up'dır çempionluqlara gedən. Çünki mənim elədiyim bu qaydada dostlar, əgər bir maşın digər maşından uduzarsa, digər maşın başqa maşına uduzarsa, uduzan maşın digər maşınla yarışa bilməz. Sadəcə test eləyə bilərəm. Yəni ki, Mavi Niva maalesef çempionluqlarda deyil. Göy pick-up çempionatlıqlardadır. Yəni, bu sadəcə bir test idi. Yoxsa Mavi Niva çoxdandan uduzdu. Nəysə dostlar, sağ olun. Bu testin qazananı bu oldu. Niva, Mavi Niva. Və sağ olun.